Salam əziz dəyərli dostlar, sizin hər birinizi xoş gördük. İlk növbədə sizləri Yeni il və dünya Azərbaycanlıların həmrəylik günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Əziz dostlar, 2017-ci ildən start verdiyimiz az təminatlı ailələrə bayram sovqatları paylanması bugün də 2025-ci ildə davam edir. Xeyrsevər Azərbaycan oğullarının sayəsində, dəyərli həmvətənlərimizin, dostlarımızın sayəsində bugün də biz 8 ailəyə bayram sovqatı aparacağıq. Bizlərin də bir vətəndaş olaraq borcumuz, missiyamız ondan ibarətdir ki, həmən xeyrsevər insanların dəstəyin, ərzaq dəstəyin biz həmən şəxslərə çatdıraq. Bildiyiniz kimi burada heç bir reklam və yaxud da heç bir, necə deyim, nəsə yoxdur. Bu sadəcə bir vətəndaşlıq borcudur, bu hər kəsin borcudur, bu bir maariflənmə aksiyasıdır ki, hər kəs imkanı olan şəxslər bayram günlərində, heç bayram günü olmasın belə, bir ailəni sevindirirsə, Allaha da xoş gedər, bəndiyə də xoş gedər. Bundan sonra da nə qədər gücümüzdə güc var, həmən xeyrsevər insanların sayəsində bu aksiyanı davam etdirəcəyik. Təşəkkürümü bildirirəm dəstək olanlara. Mən aksiya başlamamışdan qabaq həmən dəyərli insanlara məlumat verdim ki, biz belə bir aksiya keçirmək istəyirik. Hər il olduğu kimi onlar dedi baş üstə. Biz seçmişik ən kasıb, onların evlərinə heç bir pul daxil olmayan insanları nəzərdə tutmuşuq ki, onlara bayram sovqatları verək. Əminin adı necə oldu? Rəfiyev Məhəmməd. Rəfiyev Məhəmməd. Əminin oğlu 1-ci qrup əlildə, heç yanda da işləmişsiniz. Yox. Bunu xeyrsevər insanlar tərəfindən sizlər üçün bayram sovqatı yollanıb. Allah köməyiniz olsun. Bizim də borcumuz yetir, gəlib bu missiyanı yerinə yetirək, sizlərə həmən bu sovqatları yetirək. Sağ olsun, sağ olun. Bayram sovqatlardır, buyurun siz götürəsiniz. Bunu xeyrsevər Azərbaycan xalqının mərd oğulları verir. Bildiyimizi görə ataz yoxdur. Ana da xəstədir. Xeyrsevər Azərbaycan xalqının mərd oğulları gətirib. Allah köməyin olsun ana. Əziz dostlar, bax, kameraman da görsəsin, bu evin yiyəsi tək qalır. Heç bir ailə başçısı yoxdur evdə. Tək yaşayan bir anadır. Hazırda deyilənlərə görə hansısa qonşuya gedib yemək yemək. Evində onun ərzaqı belə olmur. Özümüz aparırıq, qoyuruq evinin yanına, gələndən sonra özü götürəcək. Gəlsin kameraman dalımızın arxamıza. Çəkə. Gəl. Gəlsin, bax. Qoyuruq bura. Bu evin sahibidir, evdə qaldı. Ana, bayram günü münasibətilə xeyrsevər insanların